Salam əziz şagirdlər, bugün xətti tənliklər sisteminin həllinin araşdırılmasını izah edəcəm. Bildirmək istəyirəm ki, dərslərə qeydiyyat aktivdir. Gördüyünüz nömrə ilə əlaqə saxlayaraq dərslər barədə ətraflı məlumat əldə edə bilərsiniz. Uşaqlar, tənliklər sisteminin araşdırılmasında gəlin ilk öncə qeydlərimizi aparaq. 2 dənə xətti tənliklər sistemi verilibdir. Burada x-lərin əgər əmsallarının nisbəti fərqlidir y-lərin əmsallarının nisbətinə olarsa, bu sistemin yeganə həlli var. Yəni, bir həlli var. İkinci, əgər x-lərin əmsallarının nisbəti bərabərdir y-lərin əmsallarının nisbətinə, o da bərabərdir sərbəst hədlərinin, yəni cavabların nisbətinə, burada sonsuz sayda həll var. Sonsuz həll. Sonsuz sayda həll. Yox, əgər birinci ilə ikinci nisbət bərabər olub, yəni x-lərin əmsallarının nisbəti y-lərin əmsallarının nisbətinə bərabərdir, amma bu nisbət fərqlidir bu sərbəst hədlərin nisbətindən, yəni cavabların nisbətindən, bu zaman sistemin həlli yoxdur. Birinci qayda dəftərinə bu qeydlərinizi götürürsünüz, bu bölməni bu 3 qeyd əsasında işləyəcəyik. Birinci sualla başlayırıq. Sistemin həlli yoxdur deyir. Sistemin həlli yoxdurun qaydası belə idi. X-lərin əmsallarının nisbəti bərabər olmalıdır y-lərin əmsallarının nisbətinə, fərqli olmalıdır cavabların, yəni sərbəst hədlərin nisbətindən. Deməli, x-in əmsalı birincidə A-dır, ikinci tənlikdə 2. A-nın 2-yə nisbəti bərabər olmalıdır y-lərin əmsallarının nisbətinə, yəni 8-in A-ya nisbətinə, fərqli olmalıdır cavabların nisbətindən. Deməli, siz birinci 2 tərəfi götürürsünüz və çarpaz vuraraq tənasübə həll edirsiniz. A kvadratı bərabərdir 8-i 2-yə vuranda 16. Kvadratı 16 edən 2 dənə ədədimiz var. 4 və -4. Hansı müsbət qiymətində soruşduğu üçün cavabımız 4 olacaq. O da A variantı. İkinci suala davam edirik. A parametrinin hansı qiymətində, müsbət qiymətində sistemin həlli yoxdur. Yenə sistemin həlli yoxdur üçün qaydanı yazırsınız. Fərqlidir C1 böl C2. Yəni, A1-in A2-yə nisbəti deyirsə, x-lərin əmsalları nəzərdə tutulur. A böl 4 bərabərdir y-lərin əmsallarına 9 böl 4-ə. Daha doğrusu 9 böl A-ya, o da fərqlidir 4 bölünsün 7-yə. İndi birinci tərəfi çarpaz vursanız A kvadratı bərabərdir 36 olacaq. Kvadratı 36 edən 2 ədədimiz var, 6 və -6. Bizdən müsbət cavabı tələb etdiyi üçün cavab olacaq 6B variantı. Keçirik 3-cü suala. M-in hansı qiymətində sistemin sonsuz sayda həlli var? Sonsuz sayda həll olması üçün x-lərin əmsallarının nisbəti y-lərin əmsallarının nisbətinə bərabər olmalıdır və onlar da bərabər olmalıdır cavabların, yəni sərbəst hədlərin nisbətinə. X-in əmsalı birinci tənlikdə 1-dir. Heç nə yazılmayıbsa o 1 deməkdir. İkinci tənlikdə isə 3 bərabərdir. Y-lərin əmsalları nisbətinə öz işarəsi ilə götürüb yazırsınız uşaqlar. O da bərabər olmalıdır 2 bölünsün 6-ya. Baxır, burada ya birincinin, ikincini götürüb həll edə bilərsiniz, ya da ikincinin, üçüncünün fərqi yoxdur. 3m bərabərdir -3, m bərabərdir -1 olduqda. M bərabərdir -1 nəyəsə düz yazmadım. Burada m böl 2 yazmalıyam. Niyə 3 yazmışam ki? M böl -2-dir o. Düzəldək. Baxın, m böl -2. Yəqin ki, siz düz yazmışdınız uşaqlar. Onda çarpaz vuranda bu eləyəcək. 3m bərabərdir -2. M də bərabərdir -2 bölünsün 3. -2 böl 3 D variantında verilib. Və 4-cü sualla davam edirik. Sonsuz sayda həll var 4-də. Yenə sonsuz sayda həllin şərti 3-cü tənlikdə biz yazmışdıq uşaqlar. Eyni şey burada da ödənməlidir. Yəni, bütün nisbətlər bir-birinə bərabər olmalıdır. X-in əmsalı yuxarıdakı tənlikdə 1-dir, aşağıdakı tənlikdə 2 bərabərdir. Y-in əmsalları yuxarıdakında -n, aşağıdakında 5 bərabərdir. Sərbəst hədlərin nisbəti 3 böl 6 və çarpaz vursaq, birinci ilə ikincini götürüb -2n bərabərdir 5.
n bərabərdir 5 bölünsün 2. Cavabımız özdə mənfi olacaq. Çünki 5-i mənfi 2-yə bölürsünüz. Cavab olur A variantı. Keçirik 5-ci suala. Biz bunu xətti tənliklərin görməyə vərdiş olduğumuz formasında yazaq uşaqlar. Yəni birinci x-i sonra y-i, cavabda isə sərbəst həddir. Ona görə 3x-i keçirdirəm sol tərəfə. Y buradadır. Bərabərdir 2 qalır elə öz yerində. Sonra mənfi kökdə bx sol tərəfə keçəndə müsbət kökdə bx olur. Üstə gəl y bərabərdir mənfi 4. Bizə deyir həlli yoxdur. Həlli yoxdur belə idi da. X-lərin əmsalların nisbəti bərabər olmalıdır y-lərin əmsalların nisbətinə, fərqli olmalıdır cavabların nisbətinə. İndi x-lərin əmsalı biri 3-dür, biri kökdə b. Bu bərabər olmalıdır y-lərin əmsalı. Baxın, y-lərin əmsallarına 1-in 1-ə. O da fərqli olmalıdır 2 bölünsün mənfi 4. Zaten siz buranı götürüb həll eləsəniz, cavabı alacaqsınız. Çarpaz vursanız kökdə b-ni 1-ə, kökdə 1, 3-ü də 1-ə 3. Hər tərəfi kvadrata yüksətsəniz, kvadratla kök gedəcək. B bərabərdir 3-ün kvadratı, yəni 9. Cavab olacaq Y variantı. Və keçirik 6-cı suala. Həlli yoxdur deyir. Həlli yoxdurun qaydasını dediyi uşaqlar. Həlli yoxdur nə idi? A1 bölünsün A2 bərabərdir B1 böl B2 fərqlidir C1 böl C2-dən. Baxın, bu qaydaya əsasən siz birinci tənliyi götürün, x-ləri keçirdin bu tərəfə. Mənfi 2x üstə gəl y bərabərdir 3. Kökdə A-nı, kökdə AX-i də keçirdim bu tərəfə, işarə dəyişəcək. Y müsbət mənfi 5 qalır sağ tərəfdə. İndi nisbətləri yazanda yazmalıyam x-lərin nisbətləri. Bərabər olmalıdır y-lərin əmsallarının nisbəti. Baxın. Yəni 1 böl 1. Fərqli olmalıdır sərbəst həddlərin nisbətindən. Siz buranı götürüb həll edəcəksiniz. Çarpaz vuranda uşaqlar burada mənfilər gedir. Artıq mənfini yazmayacağım. 2 mənfi müsbət verir. Kökdə A bərabərdir 2. Hər tərəfi kvadrata yüksətsəniz A bərabər olacaq 4-ə. A 4 olduqda deməli birinci 2 tərəf bərabər olur. Sağ tərəfdə fərqli bir ədəd olur. Ona görə həll olmur. Yəni boş çoxluq. Cavab olur Y variantı. 7-ci suala baxaq. 7-ci sualda da əgər sistemin həlli yoxdursa yuxarıdakı qayda ödənməlidir. X-lərin əmsalların nisbəti 7-də baxın, x-in yuxarıda əmsalı 1-dir. 1 bölünsün 3 bərabər olmalıdır y-lərin əmsallarının nisbətinə 2 böl a-ya və fərqli olmalıdır bu sərbəst hədlərin nisbətindən. Birinci tərəfi götürüb çarpaz vurub həll etsəniz A bərabərdir 6 olduğunu alarsınız. Yəni A 6 olduqda sistemin həlli yoxdur. Keçirik 8-ci suala. Yeganə həlli var deyir. Uşaqlar, yeganə həlli 8 və 9-da eyni qaydanı tətbiq eləyəcəyik. A1 böl A2, yəni x-lərin əmsallarının nisbəti fərqlidir B1 böl B2 olduqda yeganə həll var. Yeganə həll. Yazıb götürüm üstə yəqin uşaqlar. Yeganə həll. Mən düz yazım sözü də. Deməli, x-lərin əmsalları toplanan, əgər sizi çaşdırırsa, uşaqlar toplanan yerin dəyişin. Yəni biz sistemi yazanda birinci x-i yazıb sonra y-i yazırdıq da. Bu kimlərsə çaşdıra bilər. Ona görə mən toplananların yerini dəyişirəm. Bunların yerini dəyişirsiniz. Bərabərdir 3. Ki A1, A2 deyəndə x-lərin əmsallarının nisbəti nəzərdə tutulur. Yəni 8 böl k yazmalıyıq fərqlidir y-lərin əmsallarının nisbətindən. Çarpaz vuranda k fərqlidir. Bu fərqlidir işarəsi 8-dən. K fərqlidir 8-dən o demək ki, k istənilən hər bir ədədi ala bilər, amma bir 8-i ala bilməz. 8-i ala bilməzin mənası o ki, mənfi sonsuzluqdan bu gəlir 8-ə qədər bütün ədədləri alır. 8-i belə açıq mötərizə ilə çıxardırsınız. Sonra 8-ə almır, amma 8-dən başlayıb müsbət sonsuzluğa doğru yenə bütün ədədləri alır. Yəni mənfi sonsuzluq, müsbət sonsuzluqdan bir dənə 8-i çıxardırsınız, o da C variantında verilir. Və 9-cu sualla davam edirik. 9-cu sualda da əgər gözünüz birinci x-ləri yazmağa, sonra y-i yazmağa öyrəşibdirsə, 3x-i birinci yazın, y-i sonra kx üstə gəl y bərabər 5.
İndi yeganə həll olması üçün x-lərin əmsallarının nisbəti fərqli olmalı idi y-lərin əmsallarının nisbətindən. Yəni mən yazmalıyam ki 3 böl k, baxın x-lərin əmsalları bunlardır. Y-lərin əmsallarında 1 dayanıb da, heç nə yoxdursa 1'dir o. Yazmalıyam ki fərqlidir 1 bölünsün 1. Yəni çarpaz vuranda k fərqlidir 3'dən. K əgər 3'dən fərqlidir, o deməkdir ki, mənfi sonsuzluqdan bu 3'ə qədər bütün ədədləri alacaq, amma 3'ü almır, sonra 3'dən davam edib müsbət sonsuzluğu alacaq. Mənfi sonsuzluq 3, birləşir 3 müsbət sonsuzluq. O da eləyəcək Y variantı. 9-un cavabı. Keçik 10-cu suala. Tənliklər sisteminin deyir neçə həlli var? 10. Nisbətlərin yazsaq, əslində görəcəyik. X-lərin nisbətləri 5, aşağıda da 5, yuxarıda da 5'dir. Sonra Y-lərin əmsalların nisbətinə baxanda mənfi 3, 3. C-lərin nisbətinə baxanda 10-dan 7. Baxın, bunun cavabı 1 edir. 1. Bunun da cavabı 1 edir. Deməli, bunların ikisinin cavabı 1'dirsə, bunlar bir-birinə bərabərdir. Amma 7-də 11'dən fərqlidir. Bizdə də A1 böl A2 bərabər B1 böl B2 fərqlidir C1 böl C2 olanda bu sistemin həlli yox idi. Həll yoxdur. Yəni A variantı. Keçirsiniz 11-ci suala. Yəni nisbətləri yazırsınız. X-lərin əmsalları 7 böl 7. Y-lərin əmsalları nisbəti 8 böl 8. Baxın, bunlar ikisi bərabərdir. Çünki ikisi də 1'i verir. Amma 5'i 3'ə böləndə 1/3'də 2 düşür da, fərqlidir. Birinci ikinciyə bərabər olub, üçüncü ilə fərqlənsə, yenə də həll yox idi. Qaydada nə yazmışdıq? Həll yoxdur. Həm də ki, belə yanaşa bilərsiniz də. 7x üstəcə 8y bir dənə ədəd verməlidir. O ədəd yuxarıda 5'dir. Burada isə deyir ki 3'dür. Belə çıxır ki 5 3'ə bərabərdir. 5 3'ə bərabər ola bilməz axı heç vaxt. Deməli bunun həlli yoxdur. D variantı. Bu cürdə yanaşa bilərsiniz suala. 12. Sonsuz sayda həllinin olmasından danışır. Sonsuz sayda həll olması üçün x-lərin nisbəti bərabər olmalıdır. Y-lərin əmsallar nisbəti bərabərdir cavabların nisbətinə. Üçü də bir-birinə bərabər olmalıdır. X-in əmsalı yuxarıda K-da, aşağıda 7'dir. Y-in əmsalı yuxarıda 3'dür, aşağıda K və sərbəst hədlərin nisbəti bu şəkildədir. İndi birinci tərəfi götürüb həll etsəniz, K kvadratı bərabərdir 21 alarsınız. Burada belə çıxır ki, K bərabərdir kök altında 21 və ya K bərabərdir mənfi kök altında 21. Amma siz bunları yerinə qoyanda görürsünüz ki, məsələn, K-nı yeni kökdə 21 qoyun. 3 bölünsün kökdə 21. Bunlara baxın. Bu ədədlər ikisi bir-birinə bərabərdir. İrrasionaldan azad etsəniz görəcəksiniz. Amma sağdakı ədədə baxın. Bu irrasional ədəd deyil. İrrasionaldır və bir-birinə bərabərdirlər. Amma bura fərqlidir. Birinci ilə ikinci bir-birinə bərabər olub, üçüncü fərqlidirsə bu sistemin heç vaxt sonsuz həlli yoxdur. Ümumiyyətlə sonsuz sayda həlli ola bilməz də. Bunun da deyir ki, K-nın hansı qiymətində sonsuz sayda həlli var. K-nın 2 dənə qiymətini tapmışıq, heç biri ödəmir. Mənfi kökdə 21'i qoysanız da eyni şey olacaq. İrrasional ədəd, irrasional ədəd. Bunlar bir-birinə bərabərdir. 2 irrasional ədəd heç vaxt rasional bir ədədə, yəni 14'də 7'yə bərabər ola bilməz. Yəni K-nın belə bir qiyməti yoxdur. Cavab B variantı. K-nın heç bir qiymətində. 13'ə baxaq. Nisbətlərinə baxaq. Sonsuz sayda həll deyirsə, x-lərin əmsallarının nisbəti bərabər olmalıdır y-lərin əmsallarının nisbətinə. O da bərabər olmalıdır 2 böl 4/5'ə. Baxaq görə ödəyirmi? İndi birinci tərəfi götürüb çarpaz vurub həll etsəniz, olacaq K kvadratı bərabərdir 54. Onda K da bərabərdir kök altında 54 ola bilər ya da mənfi kök altında 54. İndi yerinə qoyub hesaplasanız, birinci tərəf 2 böl kökdə 54'dür. İkinci tərəf isə mənfi kökdə 54 bölünsün 27'dir.
Üçüncü tərəfdə 2 böl 4,5'dir. Bunlar bir-birinə bərabər olmalıdır uşaqlar. Bunu kökdə 54'e vurub irrasionallıqdan azad etsək, müsbət kökdə 54'dür bu. Hələ çünki mən bunu yoxlayıram. İrrasionallıqdan azad etsək bunu, baxın 2 kökdə 54 bölünsün 54. Bunlar ixtisar gedir, kökdə 54 bölünsün 27 qalır. Yəni ki, bunlar ikisi bərabərdir. Amma bu iki ədəd heç vaxt rasional bir ədədə bərabər ola bilməz. Amma bizdə demişdi ki, sonsuz sayda həll var. Sonsuz sayda həll olanda bunlar bir-birinə bərabər olmalıydı. Siz eyni zamanda mənfi kökdə 54'ü də qoyub yoxlaya bilərsiniz K-nın yerinə. Yenə bunlar ikisi bərabər olacaq, amma bu tərəf fərqli bir ədəddir. Deməli, K-nın elə bir qiymətini tapa bilmirik ki, biz bu 3 kəsir. 3'ü də bir-birinə bərabər olsun. K-nın heç bir qiymətində cavab Y. 2 qiymətini tapmışdıq, heç biri ödəmir uşaqlar şərti. Və 14-cü sualla davam edirik. A-nın hansı müsbət qiymətində tənliklər sisteminin yeganə həlli var uşaqlar? 14 ilə 15 tamam fərqli tənliklər sistemidir. Yəni xətti tənliklər sistemi deyil. Sistemin birinci tənliyi xətti tənlikdir, amma ikincisi deyil. 2 dənə məhculun orada hasili var. Xətti tənlik olması üçün toplama çıxma olmalıdır arada. Hasil yox x-dən, x və y-in arasında. Ona görə bunun həll qaydası fərqlidir. Götürüb nisbət yaza bilmərsiniz. Əvəz etməklə yuxarıdan y-i tapaq tutaq ki, a çıxılsın 2x-dir. Gətirib bu ikinci tənlikdə y-in yerinə yazaq. X vur y yazıb y-in yerinə yazırsınız. A çıx 2x. İndi bunu vurub açın. X'i a'ya vuranda ax, x'i 2x'e vuranda mənfi 2x kvadratı, mənfidir axı. 8'i də keçirdim bu tərəfə. Ardıcıl götürüb yazırıq. Uşaqlar, bunu hər tərəfin mənfiyə vurun ki, rahat həll eləyə biləsiniz. Mənfiyə vuranda axı işarələr dəyişir. İndi bu bir kvadrat tənlikdir. Bizə deyir ki, yeganə həlli olsun da. Sistemin yeganə həlli olması üçün bu kvadrat tənliyində bir həlli olmalıdır. Yəni yeganə həlli. Kvadrat tənliyin yeganə həlli olması üçün nə idi? Şərtimiz. Deyin görə kimi yadındadır. Diskriminant nəyə bərabər olmalı? Diskriminant sıfıra bərabər olmalı ki, kvadrat tənliyin bir kökü olsun. Diskriminantın düsturu b kvadratı çıx 4ac. B deyəndə nə nəzər tutub? A, B, C kvadrat tənlikdə birinci, ikinci, üçüncü əmsallardır. B-nin yerində bizdə A dayanıb yazacağım A kvadratı. Çıx 4 vur, birinci əmsal vur, üçüncü əmsal. Bu eləyir A kvadratı, buranın cavabı 64. Keçirdirəm sağ tərəfə. Kvadratı 64 edən 2 dənə ədəd var. Ya 8 ya da mənfi 8. A-nın hansı müsbət qiymətində şərti qoyulduğu üçün cavabı 8 götürür, amma ikisi də ödəyir. Sadəcə müsbətin bizdən soruşub. Və 15-ci sualda eyni qayda ilə, eyni 14-də dediyimiz qayda ilə həll edəcəyik. Ya y-i ya x-i tapın. Mən y-i tapıram birinci tənlikdən, a çıxılsın x-dir. Və bunu ikinci tənlikdə yerinə qoyuram. X vur, y yazmıram, y-in yerinə yazıram, a çıxaq x bərabərdir 9-a. İndi bunu açıram. X-i a-ya vuranda ax çıx. X-i mənfi x-ə vuranda x kvadratı 9 da keçirt bu tərəfə. Mənfi x kvadratı üstə gəl ax çıx 9 bərabərdir 0 və hər tərəfi mənfiyə vuraq. Demişdi ki, bizə yeganə həlli olsun. Yeganə həll bir həll deməkdir. Kvadrat tənliyi nə vaxt bir həlli olur? Diskriminant 0 olanda. Diskriminantın düsturu nə idi? B kvadrat çıx 4ac. Kimlərin yadından çıxıb getsin kvadrat tənliklər bölməsini bir də izləsin və öyrənsin. B kvadratı çıx 4ac. Bunun əmsalı 1'dir. A, B, C deyəndə bu əmsallar nəzərdə tutulur. Yəni A-nın kvadratı çıx 4 vur 1 vur 9 bərabərdir 0. Buradan 4 dəfə 9 36, mənfi 36-ın sağa keçirdəndə müsbət 36. Kvadratı 36 edən 2 dənə ədədiniz var. 6 və ya mənfi 6. Səndən müsbətin soruşduğu üçün sən götürəcəksən müsbət 6-nı. Cavabı nə olacaq? C variantı. Və 16-cı sualda nə deyir? 16-cı sual deyir, A və B-nin hansı qiymətlərində sonsuz sayda həll olmalıdır? Sonsuz sayda həllin qaydasını təkrarlayırıq.
X-lərin əmsalları nisbəti Y-lərin əmsalları nisbətinə, o da bərabər olmalıdır cavabların nisbətinə. İndi X-in əmsalı birincidə 1-dir. 1 bölünsün A bərabər olmalıdır. Y-lərin əmsalı birinci tənlikdə 1, ikincidə -1. 1 böl -1 öz işarələrlə yazırıq. Üçüncüdə isə sərbəst hədlər B böl 5. 2 götürüb həll edək. Buranı götürüb çarpaz vurub həll etsəniz A bərabər -1 alırsınız. Buranı götürüb həll etsəniz çarpaz -B bərabərdir 5-dən, B bərabər -5 alırsınız. Deməli A -1, B -5 olduqda cavab D variantı. 17-ci sualda da eyni qayda ilə gedirik uşaqlar. Sonsuz sayda həll olması üçün baxın 16-da qeyd elədiyim qayda ilə gedəcəyik. Yəni bu nisbətlər üçü də bir-birinə bərabər olmalıdır. X-in əmsalının nisbəti 1-dir. 1 bölünsün 3 bərabərdir. Y-in əmsalları nisbəti 1 böl -B bərabərdir sərbəst hədlərin nisbətinə A bölünsün 2. 2 götürüb həll etsək, birinci tərəfə baxsan, çarpaz vuranda tənasibi -B bərabərdir 3-dən, B bərabərdir -3 olduğunu aldıq. İndi buranı götürün, həll edin. Birinci ilə axırıncını da götürə bilərdiniz uşaqlar. Buranı götürüb həll edəndə -AB bərabərdir 2. B-nin qiymətini siz axı -3 tapdınız. O zaman yerinə qoysanız 3A bərabərdir 2-dən A-nı alarıq 2 bölünsün 3. Və salam. Deməli B -3, B -3, A müsbət 2 böl 3. Cavab edir D variantı. 18-ci sualla davam edirik. 18-ci sualda deyilir, tənliyinlər sisteminin həlli yoxdur. Həlli yoxdurun qaydası A1 A2-yə bərabərdir. A1 daha doğrusu böl A2 bərabərdir. B1 böl B2 fərqlidir. C1 böl C2 şərti ödənməlidir. İndi X-in əmsalı 2-dir. 2 bölünsün. Aşağıdakı X-in əmsalı M üstəgəl 1. Bərabər olmalıdır Y-in birinci tənlikdə əmsalı M-1, ikinci tənlikdə əmsalı 4. Baxın bunun buna nisbət. O da bərabər olmasın. Həlli yoxdur deyir axı. 3 bölünsün -3-ə. İndi birinci tərəfi götürüb çarpaz vuraraq həll etsəniz M üstəgəl 1 vurulsun M-1 bərabərdir 2 dəfə 4, 8. Bu bizə verir M kvadratı çıx 1-i müxtəsər vurma düsturunu. Buradan alırıq M kvadratı 9. Kvadratı 9 edən 2 dənə ədəd var. M3 ola bilər ya da -3. İndi baxaq, qoyub yerinə yoxlamalıyıq görək. Hansında birinci tərəflə ikinci tərəfin nisbəti bərabərdir, üçüncü fərqlidir. M3 olanda nə olacaq? M-in yerinə 3 qoyursunuz. Baxın, burada qoyacağıq. 2 bölünsün, 3-ün üstünə 1 gələndə 4 bərabərdir. M-in yerinə 3 qoyanda 2 böl 4. Bunlar ikisi bərabər oldu. Fərqlidir. 3 böl -3. Ödəyirmi? Çünki bura 2-də 1-dir. Bu da 2-də 1 deməkdir. İxtisar edəndə həqiqətən onlar bir-birinə bərabərdir. Bura isə -1-dir. Yəni bizim cavabımız olacaq 3. A. Bizim cavabımız 3-də. Çünki birinci ilə ikinci bərabərdir. Üçüncüsü fərqlidir. Yəni burada həll yoxdur. Boş çoxluq. Baxaq görək M bərabər -3 qoysaydıq nə olardı uşaqlar? -3 qoyanda 2 bölünsün və M-in yerinə -3 qoyanda -3-ün üstünə 1 gələndə məxrəc -2 edəcəkdir. M-in yerinə -3 qoyanda ikinci tərəfə bax sürət -4 böl 4 və bunların ikisinin də cavabı -1 və yekun cavab da 3 böl -3. Bu da -1. Bunların üçü bir-birinə bərabərsə burada sonsuz həll var idi. Bizdən soruşurdu nə vaxt həll yoxdur. Ona görə biz M-in 3 olduğu cavabı götürürük. M bərabərdir 3 olduqda, yəni Y variantı doğru variantdır. Bizdən yeganə həll tələb olunur. Uşaqlar, yeganə həllin qaydası X-lərin əmsallarının nisbəti Y-lərin əmsallarının nisbətindən fərqli olmalıdır. X-in əmsalı birinci tənlikdə A-dır. İkinci tənliyə baxsanız X-in əmsalının 1 olduğunu görürsünüz. A böl 1 fərqli olmalıdır. Y-lərin əmsalları nisbətindən öz işarələri ilə götürüb yazırsınız. Burada -2A fərqlidir -8-dən, A fərqlidir 4-dən.
4-dən fərqli olmaq nə deməkdir? Bütün ədədləri alır, 1 4-ə almır. Yəni 4-dən kiçiklərdə alacaq, 4-dən böyüklərdə alacaq, amma 1 4-ə almayacaq. Mənfi sonsuzluqdan 4-ə qədər birləşir, 4-dən müsbət sonsuzluğa qədər cavab olur Y variantı. Eyni qayda ilə gedirik 20-ci sualı da. Yeganə həll soruşurdu. Yeganə həll varsa, x-lərin əmsallarının nisbəti fərqli olmalıdır y-lərin əmsallarının nisbətindən. Çarpaz vuranda 9a fərqlidir 90-dan, 5 18-ə vuranda 90 edir. Yəni a fərqlidir ondan. A-nın ondan fərqli olmağı o demək ki, a bütün ədədləri alır, hər şeyi alır, bir dənə onu almır. Yəni mənfi sonsuzluqdan gedir 10-a qədər, onu çıxardır həmin aralıqdan, ondan davam edir müsbət sonsuzluğa. Və bu da bizə verir D variantını. Keçək 21-ci suala. A-nın hansı qiymətində bu 2m ilə 3m ədədlər cütü tənliklər sisteminin həllidir. Bu 2m birinci koordinatı, yəni x-i bildirir, 3m ikinci koordinatı y-i bildirir. Bizə əslində demək istəyir ki, x-lərin yerinə 2m yaz. Onda 4 vurulsun x yazmırıq, yazırıq 2m. Üstə gəl a vur, y-in yerinə də deyir 3m yaz. Eyni şeyi ikinci tənlikdə də yazırıq. X-in yerinə 2m, üstə gəl 5 vur, y-in yerinə 3m. İndi birincini həll etdiyim zaman alıram 8m, üstə gəl 3am bərabərdir 2. İkincini həll edəndə 2m burada, 15m burada. Toplayanda 17m bərabərdir 17, yəni m 1-dir. M-in cavabının 1 olduğunu biləndən sonra gətirirsiniz burada yerinə qoyursunuz. 8-i 1-ə vuranda 8, üstə gəl 3a-nı 1-ə vuranda 3a bərabərdir 2-yə. Buradan alırıq 3a bərabər mənfi 6, a bərabərdir mənfi 2. Bizdən a-nın hansı qiymətində soruşmuşdu? Cavab olacaq mənfi 2, C variantı. 22-ci sualda eyni qayda ilə gedirik uşaqlar. Deməli 2m x koordinatını bildirir, m isə y koordinatını bildirir. 2 vurulsun x-in yerinə yazırıq 2m, çıx a vurulsun y-in yerinə m bərabərdir 6-ya. Aşağıda x-in yerinə 2m, üstə gəl 3 vurulsun y-in yerinə m bərabərdir 15. Birinci tənliyi sadələşdirsək 4m, çıxılsın a vurulsun m bərabərdir 6. İkinciyə baxsaq, m-ləri toplayanda 5m bərabərdir 15. Bu ikinci tənlikdən m-i tapa bilirik. 15-i 5-ə böldü 3. M-in qiymətini tapan sonra aparıb burada yerinə yazıb a-nı tapacağıq. 4 vurulsun 3, çıx a vurulsun 3, m-ləri 3-lə əvəz etdik. 12 çıxılsın 3a-nın cavabı 6-dır. Burada 3a 6-ya bərabər olur, 12-dən 6 çıxırıq. A-nı da tapanda 6-nı 3-ə bölürük, cavab olur 2, C variantı. 22-ci sualın da cavabı oldu C variantı. Keçirik 23-cü suala. 23-də deyir ki, tənliklər sisteminin sonsuz sayda həlli var. Sonsuz sayda həll olması üçün A1-in A2-yə nisbəti, yəni x-lərin əmsalları nisbəti bərabərdir y-lərin əmsalları nisbətinə. O da bərabərdir sərbəst ədlərin nisbətinə. Bunların hansınsa 2-2 götürüb həll edə bilərsiniz. Tutaq ki, buranı götürürəm. Çarpaz vursam mənfi 6a bərabərdir 12-yə a-nın mənfi 2 olduğunu alırıq. Cavab D variantı. Keçik 24-cü suala. Bizə deyir ki, tənliklər sisteminin sonsuz sayda həlli var və bu zaman A üstə gəl B cəmi tapılmalıdır. Sonsuz sayda həlli olması üçün x-lərin əmsallarının nisbəti bərabər olmalıdır y-lərin əmsallarının nisbətinə. Yəni A bölünsün mənfi 36-ya. O da bərabər olmalıdır 9 böl B-yə. 2-2 götürüb həll edək. Birinci tərəfə həll etsək, 4a bərabərdir. 3-ü mənfi 36-ya vuranda 3 vur mənfi 36 yazıram elə. Burada ixtisar etsəm 9 düşəcək. A-nın cavabını tapanda 3-ü mənfi 9-a vurmalıyam. Mənfi 27. Deməli, uşaqlar, B-ni tapanda da bu ikincinin üçüncünü də götürə bilərsiniz. Birinci ilə üçüncünü də götürə bilərsiniz. Fərqi yoxdur. Birinci ilə üçüncünü yazıram. Daha rahat görünür çünki. Çarpaz vuranda 4 vur 9 bərabərdir 3 vur B. Və burada ixtisarlarımızı aparsaq, B-nin cavabının 12 olduğunu alırıq.
A üstəgəl B cəmi bizdən soruşulmuşdu. Mənfi 27 ilə də 12-ni topla. Cavabın olsun mənfi 15, yəni B variantı 24. 25-ci sualda deyir ki, tənliklər sisteminin sonsuz sayda həlli var. Yenə də sonsuz sayda həll varsa nə edirik? X-lərin əmsalların nisbətini, yəni yuxarıda X-in əmsalı 1-i 1-dir. Aşağıya baxsanız X-in əmsalı B-dir. Bərabər edirik Y-lərin əmsallarının nisbətinə. Onu da bərabər edirik sərbəst həddə. Deməli, biz burada birinci bu tərəfi götürüb işləyəcəyik. Çünki burada bir dənə məhsul var. Siz bunların ikisini götürsəniz, həm A var, həm B var da. Ona görə ikinci tərəfindən başlayırıq. Mənfi A-nın kvadratı bərabərdir mənfi 9-a. Burada A kvadratı bərabər 9 olur. A kvadratı 9-sa A 3 də ola bilər. Mənfi 3 də ola bilər. İndi A3 olanda B-ni tapaq. B-ni də tapanda bununla bunu götürəcəm. Birinci ilə üçüncünü 1 böl B bərabərdir 3 böl A-ya uşaqlar. Bu sadə görünür deyənə bunu götürürəm, fərq etməz. A-nın yerinə 3 yazanda 1 böl B bərabərdir 3 böl 3. Belə çıxır ki, bunlar ixtisar gedir, B-nin cavabı 1 imiş. Yox, əgər A mənfi 3 olarsa, burada yerinə yazıram 1 böl B, onda bərabər olacaq 3 bölünsün mənfi 3-ə. Buradan da həll edəndə mənfi 1 qalır, B-nin cavabı mənfi 1 olur. Deməli, iki hal mümkündür. A 3 olanda B 1, baxın A 3 olanda B 1 və ya A mənfi 3 olanda B mənfi 1. A variantı olacaq cavabınız. Keçir 26-cı suala. Sonsuz sayda həll var. Yenə də sonsuz sayda həll varsa nə edirdik? Nisbətlərin hamısını bir-birinə bərabərləşdirirdik. X-in əmsalları nisbəti budur. Y-in əmsalları nisbəti bu. Bu da sərbəst hədlər. Bunların nisbətlərini bərabər etməliyik. A üstəgəl 1 böl A bərabərdir 6 böl A üstəgəl 2 bərabərdir 6A bölünsün 4A çıxılsın 1. Götürüb birinci tərəfə həll etsəniz A üstəgəl 1-i çarpaz olaraq A üstəgəl 2-yə vurmalısınız. Uşaqlar fərqi yoxdur. İkinci ilə üçüncünü də götürə bilərdiniz. 6-nı isə A-ya vurmalısınız. Bu şəkildə tənasüb həll edirik. Vurub açanda A-nın kvadratı üstəgəl 2A üstəgəl A üstəgəl 2 6A-nı keçirt bu tərəfə. Onda 2A-dan 6A çıxanda mənfi A 2A deyil burada. 2A, A 3A, 3A-dan 6A çıxanda mənfi 3A üstəgəl 2 bərabərdir 0. Və teoreminə görə vuranda 2, toplayanda 3 edən ədədlərin hansı ədədlərdir? Vuranda 2, toplayanda 3, 2 ilə 1. Deməli, ya A 2-dir, ya da 1-dir. İndi baxaq görək hansı ödəyir. Aparıb tənlikdə qoymalıyıq yerinə bu nisbətdə. Baxın, A bərabər 2 olarsa, onda 2 üstəgəl 1, yəni 3 böl 2 bərabərdir. A-nın yerinə 2 qoyanda bu 6 böl 4 bərabərdir. A-nın yerinə 2 qoyanda yuxarı 12, aşağı 7. Fikir verin, 3 böl 2, buranı ixtisar eləyəndə burada 3 böl 2 bərabər olur. Amma 12 böl 7 fərqli ədəddir. Deməli, birinci tərəflə ikinci tərəf bərabər olur. Üçüncü fərqlidirsə, burada həll yoxdur. Bizə lazımdır sonsuz sayda həll olsun. Deməli, A 2 deyil. A bərabərdir 1 olanda baxaq nə olur. Yenə burada yerinə qoyursanın yerinə 1 yazanda 2 böl 1 bərabərdir 6 böl 3 bərabərdir 6 böl 3. Fikir verin, hamısının cavabı 2-yə bərabərdir. Deməli, sonsuz həll burada var. A-nın 1 olduğu qiymətdə. A yalnız 1 olanda o da B variantında keçərlidir. Deməli, cavabımız olur B variantı. 27-də deyir ki, birinci tənliklər sisteminin sonsuz sayda həlli var. Gəlin birinci, bu sonsuz sayda həll üçün şərti yazaq. Bütün nisbətlər bir-birinə bərabər olmalıdır. Yəni, A böl 3, X-lərin əmsalları nisbəti, Y-lərin əmsalları nisbətinə bərabər olmalıdır. O da bərabər olmalıdır sərbəst hədlərin nisbətinə. Deməli, uşaqlar, 7,5-ə 15-i böldükdə buranın cavabı 2 qalır. Yəni, bu nisbətin cavabı 2 olmalıdır. Bu nisbətlərin cavabı 2 olması üçün belə yazaq da, A böl 3 2-yə bərabərdirsə, buradan A deməli 6-dır. 5 böl B 2-yə bərabərdirsə, deməli B
Belə olur da 2b bərabərdir 5, çarpaz vursanız b bərabərdir 2,5. Bu belə A-nı və B-ni tapdıq. İndi bizə deyir ki, bu A-nı B-ni qoyuruq yerinə. Tənliklər sisteminin yeganə həlli olsun aşağıdakının. Yeganə həlli olması üçün isə şərtimiz belə olmalıdır. X-lərin əmsalları nisbəti, yəni A böl B fərqli olmalıdır. 24 bölünsün C-dən, Y-lərin əmsalları nisbətindən. İndi A 6-dır, B 2,5-dir. Fərqli olmalıdır 24 bölünsün C-dən. Burada 24 ilə 6-nı ixtisar aparsanız və çarpaz vursanız C-ni 1-ə vuranda C, 4-ü 2,5-ə vuracaq. Arada da fərqlidir işarəsini yazmalıyıq. Deməli C fərqli olmalıdır 10-la, o da D variantı olacaq. Belə. Keçək 28-ci suala. Tənliklər sisteminin yeganə həlli var. Uşaqlar, bu xətti tənliklər sistemi deyil. Yəni 28 də 29 da heç bir xətti tənliklər sistemi deyil. Yəni orada götürüb nisbət yaza bilmərsiniz. Burada kvadrat tənliyə gələcək. Kvadrat tənlikdən də söhbət gedir. Yeganə həlli varsa, deməli nə olmalıdır? Diskriminant 0 olmalıdır. Biz axı öyrənmişik kvadrat tənliklərdə diskriminant 0-dan böyüksə 2 müxtəlif kök, diskriminant 0-a bərabərsə 2 bərabər kök, 2 bərabər kök 1 kök deməkdir uşaqlar. Diskriminant 0-dan kiçik idisə həll yoxdur demişdik. İndi yuxarıda əvəz etmə edib y-i tapsam, a çıxılsın x edəcək. Aşağıdakı tənlikdə yerinə yazıram. Y kvadratı yazmıram. Y-in yerinə a çıx x yazıb kvadratını yazıram. Bərabər 3-ə. Onda olacaq x kvadratı üstə gəl a kvadratı çıx 2ax üstə gəl x kvadratı. 3-ü də keçirdim bu tərəfə. 2 dənə x kvadratı çıx 2ax və x-dən asılı olmayan ifadələr sərbəst hədlərdə, onları yazıram axırda. Bizdə demişdi yeganə həll olsun, yəni diskriminant 0 olsun. Diskriminantın düsturu b kvadrat çıx 4ac idi. Uşaqlar, b deyəndə nə nəzərdə tutulur? B deyəndə 2a nəzərdə tutulur. 2a-nın kvadratı çıxılsın 4 vur a vur c. Yəni a kvadratı çıx 3. Bunu həll etməliyik. Bu 4a kvadrat edir. Çıx 8a kvadratı üstə gəl 24 bərabərdir 0. Mənfi 4a kvadratı bərabərdir. Mənfi 24-ə a kvadratı 6-ya bərabərdir. Kvadratı 6 olan 2 dənə ədəd var bildiyimiz kimi. Ya kökdə 6-dır, ya da mənfi kökdə 6. Bizdən soruşur ki, a-nın hansı müsbət qiymətində, ona görə cavab kökdə 6-ını götürürük. Amma ikisi də ödüyor. Keçik 29-a. Yenə də kvadrat tənlik var burada. Kvadrat tənlikdə yeganə həldən söhbət gedirsə, diskriminant 0 olmalıdır. Yuxarıda x ya da y hansısa biri tapılır uşaqlar. Mən x-i tapıram bu dəfə. Fərq yoxdur. Hansısa birini tapırsınız. Aparıb əvəzləmə edirsiniz. X kvadratı yazmıram. X-in yerinə a üstə gəl y yazıb kvadratı yazıram. 4 də keçirtdim bu tərəfə. Açırıq. Birincinin kvadratı, hasillərinin 2 misli üstə gəl ikincinin kvadratı. Müxtəsər vurma düsturuna görə açdıq. Deməli, y kvadratı oldu 2y kvadratı. Sonra y-dən asılı ifadəni yazırsınız və yanında y olmayanlar sərbəst hədlərdir. Yəni, a burada parametrdir. Onları ən axırda yazırsınız. Kvadrat tənliyin birinci əmsalı, ikinci əmsalı, üçüncü əmsalı A, B, C-lərlə işarə edirdik də. Və bizdə də yeganə həll soruşsa diskriminant 0 olmalıdır. Diskriminantın düsturu B kvadratı 4, çıx 4AC idi. B 2A'dır. 2A'nın kvadratı çıx 4 vur 2 vur C'də A kvadratı çıx 4'dür. 4a kvadratı çıx 8a kvadratı. Bax, bu mənfi 8, mənfi 4-də vuranda eləyir müsbət 32. Mənfi 4a kvadratı 32-ni sağ tərəfə keçirdirəm. A kvadratı 8 alıram. A kvadratı 8 isə A kökdə 8. Müsbəti soruşur deyən ancaq müsbəti yazdım. Yəni, kökdə 8 də ola bilər, mənfi kökdə 8 də bizdən müsbəti soruşur. Kökdə 8-i 4 vurulsun 2 kimi göstərsə, ondan bir hissəsindən kök çıxır 4-dən. 2 qalır kökün altında. Deməli, cavabınız olacaq B variantı. Keçirik 30-cu suala. A-nın hansı ən kiçik tam qiymətində tənliklər sisteminin həlli üçün x də 0-dan böyükdür, y də 0-dan böyükdür.
Yəni burada ikisi də y-i də a ilə ifadə edəcəyik. İkisini də sıfırdan böyük qoyub həll etməliyik. X də sıfırdan böyükdür y-də. Tərəf-tərəfə toplasanız nə alırsınız? Y-lər gedir, qalır 2x bərabərdir. Sağ tərəfi də toplayın. A-lar toplayanda 3a, -8-in üstünə 4 gələndə -4. Və buradan x-i tapanda olacaq 3a çıx 4 böl 2. İndi x-in bu qiymətin yerinə qoyub y-i tapmalıyıq. Tutaq ki, birinci tənlikdə yerinə yazıram. X-in yerinə 3a çıx 4 böl 2. Üstəgəl y bərabərdir 2a çıx 8-ə. Hər iki tərəfi, solu da sağı da 2-yə vursam, birinci kəsir məxrəcdən azad olacaq. Y-i 2-yə vursam 2y, sağ tərəfi də 2-yə vururam, 4 açıq 16. Kəsirsiz işləmək istəyirəm, ona görə 2-yə vurdum. Buradan 2y tapanda olacaq, bax bu 3a-nı sağ tərəfə keçirdin, 4a-dan çıxın a. -4-ü sağ tərəfə keçirdəndə müsbət olacaq, -16-nın üstünə müsbət 4 gəndə -12. Və y tapanda a çıxılsın 12-ni 2-yə bölməlisiniz. İndi gəldik əsas məsələyə, bizə deyir x də sıfırdan böyük olsun, y də sıfırdan böyük olsun. X 3a çıxılsın 4 bölünsün 2-dir, böyükdür sıfırdan. Bu bərabərsizliyi həll etməliyik. Bir də y, yəni a çıx 12 böl 2 böyükdür sıfırdan. Mən hər tərəfi 2-yə vururam və 4-ü keçirdirəm. Sağ tərəfə a olacaq, 4 bölünsün 3-dən böyük. A çıxılsın 12 böyükdür sıfırdan, hər tərəfi 2-yə vurdum. Burada da a alıram, 12-dən böyük. Və bizə deyir ki, a hansı ədədlərdir? Uşaqlar 4 bölünsün 3-dən də böyük olan ədəd və 12-dən də böyük olan ədədləri axtarmalıyıq. Kəsişmə yekun olaraq 12-dən böyük olan, yəni həm yuxarının, həm aşağının xəttləndiyi yer 12-dən böyük ədədlərdir. Bizdən də soruşur ki, ən kiçik qiymət neçədir? Ən kiçik qiymət 12-dən böyük ən kiçik tam qiymət təbii ki 13-dür. 12-nin özünü ala bilmir axı bu. Və keçirik 31-ci suala eyni qayda ilə həll eləyəcəksiniz. Sərbəst işləyin, sonra mən yazandan yoxlayarsınız uşaqlar. Deməli, burada da tərəf-tərəfə toplamalıyıq. Uşaqlar həm x-ə, həm y-ə a ilə ifadə etməkdir məqsəd. Deməli, y-lər gedir tərəf-tərəfə toplayanda qalır 2x bərabərdir. A-lar toplayanda 5a, -6 ilə 8-i də toplayanda müsbət 2. Deməli, burada x olacaq 5a üstəgəl 2 böl 2. İndi y-i tapmaq istəyirik. Onu da aparıb birinci tənlikdə yerinə yazaq. Əvəzləmədən y-i tapaq. Demək, x-in yerinə 5a üstəgəl 2 bölünsün 2 yazırıq. Üstəgəl y bərabərdir 3a çıx 6-ya. Mən sağı da solda 2-yə vuracağım ki, kəsirsiz işləyim uşaqlar. 2-yə vuranda birinci kəsirin məxrəcindəki 2 gedir. Y-i 2-yə vuranda 2y. Sağ tərəfi 2-yə vuranda 6a çıxılsın 12. 2y tapmaq istəyirəm. 5a-nı sağ tərəfə keçib 6a-dan çıxsam a. 2-ni sağ tərəfə keçirsəm -2 olur. -12 ilə -14-ü verir. Y-də olacaq a çıx 14 bölünsün 2. Bizdə deyir ki, x də sıfırdan böyük olsun, y də sıfırdan böyük olsun. Deməli, birincinin hər tərəfini 2-yə vursam, 5a üstəgəl 2 böyükdür sıfırdan. 5a böyükdür -2-dən, a böyükdür -2 böl 5-dən. İkinci tərəfə baxsaq, a çıx 14 böyükdür sıfırdan, a böyükdür 14-dən. İndi bunların ikisinin kəsişməsinə baxırıq. -5-də 2-dən böyük ədədlər xəttədir. Bir də 14-dən böyük ədədlər xəttədir. Kəsişməsi hara düşür? 14 müsbət sonsuzluğa. İkisinin də ortaq yeri, yəni həm yuxarının, həm aşağının xəttəndiyi yer. Ən kiçik qiyməti soruşur. 14-ü ala bilməyəcəyi üçün cavabımız olacaq 15. 32-ci sualla davam edirik. A parametrin hansı qiymətdə tənliklər sisteminin həllinə uyğun olan nöqtə bu düz xəttin üzərindədir. Tənliklər sisteminin həllinə uyğun olan nöqtədən söhbət gedirsə, x, y cütlüyündən söhbət gedir. Yəni, biz həm x-i, həm y-i tapmalıyıq. Tapmalıyıq deyəndə a ilə ifadə etməliyik uşaqlar. Tərəf-tərəfi toplayanda 2y-lər gedir. 2x bərabərdir 4a, a-ları da toplayın. X bərabər 4a-nı 2-yə bölsəniz 2a. Bu
Bu x-in qiymətidir. Y-in qiymətini tapmaq istəyirsinizsə aparın. Birinci tənlikdə yerinə qoyun. 2-də də yerinə yaza bilərsiniz. Mən 1-də yazıram. X-in yerinə 2a yazanda 2a üstəgəl 2y bərabərdir a. 2y bərabərdir a-dan 2a-nı çıxanda mənfi a. Burada da mənfi a bölünsün 2. İndi bu cütlük deyir ki 3x üstəgəl 4y bərabər 16 düz xəttinin üzərindədir. Yəni demək istəyir ki, gətir yerinə yaz, a-nı tap. Düz xəttinin üzərindədir deyirsə, x, y-in qiymətlərin yerinə yazırıq. Mənfi a bölünsün 2 bərabərdir 16. Buradadır 6a. İkinci tərəfə baxsanız mənfi 2a bərabərdir 16. 4a 16-ya bərabərdirsə a bərabərdir 4. A-nın hansı qiymətində soruşmuşdu uşaqlar? 32-nin cavabı oldu 4. 33 eyni qayda ilə getməliyik. Sərbəst işləyin, sonra mən yazanla yoxlayın cavablarınızı. 33. İşləyə biləcəyiniz bir sualdır uşaqlar. Heç bir problem yoxdur. Tərəf-tərəfə toplayırıq. 4x bərabərdir. A-ları toplayanda 4a. X-in cavabı a. X-in qiymətinin a-nı yerinə qoyuruq. Mən birinci tənlikdə qoyacağım. X-in yerinə a qoyanda 2a. Üstəgəl 3y bərabərdir 3a. 3y bərabərdir a. Y bərabərdir a böl 3. Tapdıq mı bunu? İndi bu nöqtələr, yəni x, y cütü, nöqtə, bir dənə konkret nöqtədir. Deyir, x üstəgəl 6y bərabər 9 düz xəttinin üzərindədir. Bu demək istəyir ki, gətirin əvəzləmələri edin burada. 6 vur a böl 3 bərabərdir 9a. A üstəgəl ixtisar edin 2a bərabərdir 9. 3a bərabərdir 9a. A da bərabərdir 3-ə. Deməli, a-nın 3 olduğu qiymət ödəyir. Keçik 34 və 35-ə uşaqlar. 34-də nə deyir ki? 34-də deyir ki, bu sistemin üçün uyğunluğa həll edin. Yeganə həll nə vaxt var? Həll yoxdur, sonsuz sayda həll var. İndi birinci, yeganə həll varsa şərt belə olmalıdır. X-lərin əmsalları nisbəti fərqli olmalıdır y-lərin əmsalları nisbətindən. Yəni, m, n hasili fərqli olmalıdır mənfi 12-dən. Yəni, C variantı uyğundur uşaqlar. 1-ə C, 34, 1-ə uyğundur C. 2-yə. 2-də deyir ki, həll yoxdur. Həll yoxdurun qaydası x-lərin əmsalları nisbəti bərabər olmalıdır y-lərin əmsalları nisbətindən. Fərqli olmalıdır sərbəst hədlərin nisbətindən. Yəni, bura biz baxsaq, m-n hasili mənfi 12 olacaq. Bunlar da 6 bölünsün 3. 6 bölü 3, 2 deməkdir də. 2 ola bilməz. Yəni, bu da 2 ola bilməz. Bu 2 ola bilməz o deməkdir ki, 4 bölünsün n ola bilməz 2. Yəni, n ola bilməz 2-yə bərabər. Sonra, bu kəsrin qiymətin fərqlidir 2-dən götürürəm. O demək ki, çarpaz vuranda n fərqlidir mənfi 6-dan. İndi buna hansı cavab uyğun gələcək? Bu biraz səliqəli yazılmış uşaqlar. M-in 12, mənfi 12. M 6-dan fərqli, N 2-dən fərqli, M mənfi 6-dan fərqli. A variantı uyğundur uşaqlar. 2-yə A variantı uyğun gəlir. Sonra keçirik 3-ə. 2-yə A uyğun gəlir. Başqa bir şey varmı? Sonra həll yoxdur deyirdi. Hələ ki 2-yə A-nı saxlayıram uşaqlar. Baxarıq var. Biz deməli C-ni işlədik, bir də A-nı işlədik. O biri variantlara sonra baxacağam. 3-ə baxıram. 3-də deyir sonsuz sayda həll. Sonsuz sayda həll olması üçün həm x-lərin əmsalları nisbəti, həm y-lərin əmsalları nisbəti, həm də sərbəst hədlər bir-birinə bərabər olmalıdır. Yəni, burada sonsuz sayda həll olması üçün 6 bölünsün 3, 2 deməkdir də. Buranı götürüb həll eləsəniz, çarpaz vursanız 3m bərabər mənfi 12, m bərabərdir mənfi 12 yox, 18.
M bərabərdir mənfi 6 alırsınız. Sonra bunun bərabərdir 6 böl 3'ə həll etsəniz, baxın burada yazıram. 6 böl 3 çarpaz vuranda 6 n bərabərdir 12, n bərabərdir 2 olduğunu alırsınız. M mənfi 6 n2 y variantı. Y variantı 3'ə uyğundur. İndi uyğunlaşdırmadığımız cavablara baxaq. M üstəgəl n'in cavabı mənfi 4'dür. Bu 3'ə uyğundur. Fikir verin, mənfi 6 ilə 2'nin cəmi m üstəgəl n bərabərdir. Mənfi 6 üstəgəl 2 bərabərdir mənfi 4. Uyğun gəlir. B variantı uyğundur 3'ə. Qaldı əlimizdə D variantı. Deyir ki, m yerinə 6, n'in yerinə mənfi 2 yazanda nə olur? D-ni yazıb yoxlamalıyıq uşaqlar. Burada yazıb yoxlayacağım. 4x üstəgəl m-in yerinə 6 yazıram. 6y bərabərdir mənfi 6. N-in yerinə deyir mənfi 2 yaz. Mənfi 2x çıx 3y bərabərdir 3. Nisbətlərinə baxaq. 4 böl mənfi 2, o biri 6 böl mənfi 3, o biri isə cavabda mənfi yoxdur. Burada mənfi 6 yazmışam uşaqlar. Bircə dəqiqə düzəldək. 6 böl 3. Bax, bunun cavabı mənfi 2'dir. Bunun da cavabı mənfi 2'dir. Demək, bunlar ikisi bir-birinə bərabərdir. Amma sağ tərəfin cavabı 2'dir. Bunlar ikisi bir-birinə bərabər olub 3-cü fərqlidirsə, deməli, həll yoxdur. 2'yə uyğun gələcək. D variantını aparıb yazırıq 2'yə. Bu şəkildə 1'ə C, 2'yə A, D, 3'ə B, Y. Keçirəm bölmənin sonuncu sualına. 35. Deyir ki, təyinlər sisteminin üçün uyğunluğu müəyyən edin. Birinci yeganə həll var. Yeganə həllin qaydası x-lərin əmsalları nisbəti fərqli olmalıdır y-lərin əmsallar nisbətindən. Buradan alırıq mənfi m, n fərqlidir 6'dan, m, n fərqlidir mənfi 6'dan. Yəni, Y variantının buna uyğun gəldiyini gördük. Y 1'ə uyğundur. Y-nin üzərindən xətt çəkirəm, artıq baxmayacaq. 2. Həll yoxdur deyir. Həll yoxdurun qaydası x-lərin əmsallarının nisbəti bərabər olmalıdır y-lərin əmsalları nisbətinə. Onlar fərqli olmalıdır sərbəst ədlərin nisbətindən. Yəni, uşaqlar, siz buranı ikisini götürüb həll etsəniz, mənfi mn bərabərdir 6'ya, yəni mn'in mənfi 6'ya bərabər olduğunu alırsınız. M-ni ayrı-ayrılıqda tapmaq istəsəniz, bir dəfə bunu bərabər edirsiniz 4 böl 2'yə. Yəni, yazıram m böl 3 bərabərdir 4 böl 2. Oradan 2m 12, m6 gəlir. Bir dəfə də bunu bərabər edin. 2 bölünsün, burada yazacağım. 2 böl mənfi n bərabər 4 böl 2. Buradan alırıq. Mənfi 4n 4'ə bərabər, n bərabərdir mənfi 1'ə. Deməli, mn mənfi 6, m bərabər yox, fərqlidir qoymalıyam uşaqlar araya. Fikir verin, burada bərabər deyil yazmışamsa, mən buranı da düzəldirəm. Bax, bunlar bərabər deyil olmalıdır. Diqqətli olmaq lazımdır. D variantı 2'yə. Fikir verin. 2'yə. Sonra üçüncünü yazıram. Üçüncüdə sonsuz saydır. Sonsuz sayda həll varsa, bu nisbətlər hamısı bir-birinə bərabər olmalıdır. Sonsuz sayda həlli üçün m'in, n'in qiymətini tapmalıyam. Amma buranı götürüb buna bərabər etsəm, m böl 3 bu dəfə bərabər yazmalıyam. 2m 12'yə, m 6'ya bərabər olmalıdır. Bir də bunu götürün, həll edin. Çarpaz vursaz mənfi 4n bərabərdir 4'ə, n bərabərdir mənfi 1'ə olduğunu alırıq. M6, n mənfi 1. Cavab C variantı olacaq. Deməli, 6 ilə mənfi 1, C variantı hansına uyğun gəlir? C-ni də yazdıq. Qaldı 2 dənəsi. Bunlar olduqda neçə dənə həll var? M-in yerinə mənfi 1, n-in yerinə mənfi 2 yazıb həll eləməliyik uşaqlar bunu. Baxın, m-in yerinə A variantını tutaq ki, yoxlayıram. M-in yerinə 1 yazanda onda olur 1x, elə 1'i də yazıram orada. Üstəgəl 2y bərabərdir 4. A-nı yoxlayıram. Bir də ki, m-in yerinə
Deməli 3x n-in yerinə -2 yazmalıyam. A variantında deyir ki, -2 yaz. N-in yerinə -2 yazanda bu qabaqdakı -2 ilə o müsbət 2 verir. Bərabərdir 2. Belə alırıq. Bir dənə yoxlayım görüm düz yazdım. M-in yerinə -1 yazdım. -1 yazmamışam, müsbət 1 yazmışam. Deməli y 2y bərabərdir 4. İkinci tənliyə baxıb n-in yerinə -2 yazsaq bunlarla işləyirik. Bərabər 2. İndi nisbətlərinə baxanda -1 bölünsün 3 fərqlidir 2 bölünsün 2-dən. Görürsünüz, biri -3-də 1-dir. Birinci ilə ikinci fərqli olarsa, onda bunun yeganə həlli var. O zaman belə çıxır ki, A variantı uyğun gələcək yeganə həll olan yerə. Yeganə həll olan yer A variantı. Biz hər şeyi düz yazmışıq mı? Aha, tamam. İndi B variant. A-nı da uyğunlaşdırdıq. B-ni də qoyaq görək nə olur. B. M-in yerinə deyir ki, 3 yaz. N-in yerinə -1 yaz. M-in yerinə 3 yazanda B-ni yoxlayırıq. 3x üstə gəl 2y bərabərdir 4. N-in yerinə də -1 yazacağım. 3x -1 yazanda üstə gəl y bərabərdir 2 olur. Yenə nisbətlərini götürüb yazsaz 2 bölünsün 1. Bunların birinci ilə ikincinin nisbətinin fərqli olduğunu alırsınız. X-lərin nisbəti əgər y-lərin əmsalların nisbətindən fərqlidirsə, onun yeganə həlli olurdu. Belə çıxır ki, B də 1-ə gedir. Uşaqlar, 3 dənə variant bir dənəsinə uyğun getdi. Belə çox nadir hallarda olur. Adətən ən çox 2 dənə variant uyğun gəlir. İndi 3 uyğun gəlibdir. Verilən şərtlərdən asılı olur da. Belə, bu başlığı da biz işlədik. Növbəti bölməmiz biri 1 dərəcəli, digəri 2 dərəcəli və daha yüksək dərəcəli olan tənliklər sistemi olacaq. Uşaqlar, videoları izləyəndə çalışın, köçürtməyin. Birinci özünüz düşünün, beyninizi yorun. Ən axırda gördünüz ki, heç nə tapa bilmirsiniz, onda baxa-baxa işləyin. Köçürdə yox, baxın. Öyrənə. Hətta birini mən yazana baxın, ikincini, üçüncünü sərbəst özünüz işləməyə çalışın. Yəni köçürtməklə bir yerə vara bilmərsiniz, türklər demiş. Hələlik.